Deməli, Atabəylər dövləti və yaxud da ki, digər adı nədir bunun? Eldənizlər dövləti. Yəni, testdə həm Atabəylər dövləti kimi də görə bilərsiniz, həm Eldənizlər dövləti kimi də görə bilərsiniz. Deməli, Eldənizlər dövlətinin həm banisi, həm sülalənin banisi Atabəy Eldəniz və yaxud da ki, Şəmsəddin Eldəniz olmuşdu. Hansı ki, uşaqlar bu Eldəniz ilk vaxtlar qul kimi fəaliyyət göstərib. Baxın, qul olub. Və yaxud da ki, buna qulam da deyilir. Qul, qulam. Deməli, bu Eldəniz hansı ki, böyük Səlcuq imperiyası var idi ya, uşaqlar 1-ci Toğrulun yaratdığı dövlət. Baxın, böyük Səlcuq imperiyası 11-ci əsrin sonlarında yavaş-yavaş parçalanmağa başlayır. Biz də bilirik ki, parçalanma nədir? Dövlətin süqut etməsi deyil. Sadəcə ona tabe olan ərazilərdə yeni dövlətlərin yaranması idi. Böyük Səlcuq imperiyasının parçalanması nəticəsində, baxın, Bağdadda İraq Səlcuq sultanlığı yaranır. Hansı? İraq Səlcuq sultanlığı. Elə bu Atabəy Eldəniz də həmin İraq Səlcuq sultanlığında qul kimi ilk vaxtlar fəaliyyət göstərir, lakin zaman keçdikcə öz bu məharətini artırır, sərkərdəlik məharətini olsun, dünya görüşünü artırır və bu zaman İraq Səlcuq sultanı 2-ci Toğrul Şəmsəddin Eldənizi öz yanına çağırır və onu sarayda əmir elan edir. Görür ki, bu nədir? Bu yaxşı adamdır, güclü adamdır, bu bizə kömək edə bilər. Deməli, nə oldu? İraq Səlcuq sultanı 2-ci Toğrul Şəmsəddin Eldənizi sarayda əmir rütbəsinə yüksəldir. Daha sonra isə 2-ci Toğrul öz oğlu Arslan Şahı tapşırır Şəmsəddin Eldənizə. Yəni ki, Şəmsəddin Eldəniz Arslan Şahın nə olur? Atabəyi. Atabəy. Atabəy də nədir uşaqlar? Köməkçi. Nə bilim, ata hakim deməkdir də, müəllim kimi. Hansı ki, o dövrdə sultanlar öz oğlanlarına dərs verə bilmirdilər, nə bilim, öz oğlanlarına maraqlana bilmirdilər, başları qarışırdı müharibələrdə. Ona görə də Atabəy tuturdular, yəni bir müəllim tuturdular. Deməli, Şəmsəddin Eldəniz kimin Atabəyi olub? 2-ci Toğrulun oğlu Arslan Şahın, yəni İraq Səlcuq dövlətində Arslan Şahın Atabəyi olub. Lakin zaman keçdikcə Şəmsəddin Eldəniz daha da güclənir, sərkərdəlik məharətləri daha da güclənir və bu zaman 2-ci Toğruldan sonra hakimiyyətə gələn Sultan Məsud 1136-cı ildə Eldənizə Azərbaycan torpaqlarının iqta kimi hədiyyə edir. Aranı. Aran deyəndə hara nəzərdə tutulur? Baxın, Şimali Azərbaycan. Baxın, bu hissələri Eldənizə iqta kimi hədiyyə edir. Eldəniz də ağıllı adam olduğuna görə elə həmin ildə 1136-cı ildə paytaxtı Naxçıvan olan Atabəylər dövlətinin əsasını qoyur. Elə bu həmin ildə də həmçinin Eldənizlər sülaləsinin də əsasını qoyulur. Yəni, Eldəniz həm dövlətin əsasını qoyub, həm də sülalənin əsasını qoyub, yaxşı. Deməli, paytaxtı Naxçıvandırsa, uşaqlar, baxın, Naxçıvana baxaq xəritədə. Baxın, görürsünüz Naxçıvan. Deməli, paytaxt Naxçıvandırsa bu dövlət harada yaranıb? Şimali Azərbaycanda yaranıbdır ilk vaxtlar, düzdür. Amma Eldənizin öz iqamətgahı isə Bərdə şəhəri olmuşdur. Bunu da yaddan çıxartmayın. Deməli, burada bir bizə nüans diqqətimizi çəkir ki, Eldənizə torpaqlar iqta kimi verilmişdir. Böyük sərkərdəlik məharətinə görə. Başqa kimi tanıyırsınız? Ona da Azərbaycan torpağı iqta kimi verilmişdir. Baxın, Əbusad Divdada. Ərəblər Əbusad Divdada 9-cu əsrin ikinci yarısında Azərbaycan torpaqlarını iqta kimi vermişdilər. Baxın, oxşar cəhətidir Eldənizdən Əbusad Divdadın. Deməli, uşaqlar, ilk vaxtlar Eldənizlər dövləti tam şəkildə müstəqil deyildi. Nə üçün? Çünki İraq Səlcuq sultanlığının tərkibində yaranmışdı bu dövlət. Yəni, İraq Səlcuq sultanlığından asılı idi ilk vaxtlar, amma sonradan nə edəcək? Özü müstəqil edəcək Eldəniz tam şəkildə. Deməli, 1160-cı ildə Şəmsəddin Eldəniz özün İraq Səlcuq sultanlığında böyük Atabəy elan edir. Yəni, özünə böyük Atabəy titulunu verir. Elə həmin ildə, yəni 1160-cı ildə isə Arslan Şah var idi, hansı ki, Eldəniz onun Atabəyi olmuşdu. Baxın, həmin o Arslan Şahı 1160-da İraq Səlcuq sultanlığının sultanı elan edir. Və bununla da Şəmsəddin Eldəniz Arslan Şahın adından başlayır İraq Səlcuq sultanlığını idarə etməyə və bununla da İraq Səlcuq sultanlığının əsl sahibinə çevrilir. Yəni ki, artıq Eldənizlər tam şəkildə müstəqil olur. Yəni, İraq Səlcuq sultanlığından asılı olmurlar. Yaxşı, deməli, 1160-da 2 dənə hadisə oldu. Eldəniz böyük Atabəy titulunu qəbul etdi. Bir də ki, Arslan Şahda ki, nə oldu?
sultan elan edildi. Bu Arslanşah da haranın sultanı oldu? İraq Səlcuq sultanlığının. Yəni Arslanşahın Eldənizlərə bir aidiyyatı yoxdur, Atabəylər dövlətinə bir aidiyyatı yoxdur. Yaxşı. Deməli, həmçinin Şəmsəddin Eldənizin dövründə mədəni oyanış baş verdi, yəni 60-cı illərdə. Təsərrüfat idi, sənətkarlıq idi, ticarət idi. Bunlar hamısı nə oldu? İnkişaf etdi. Atabəylər dövləti yaxın və orta şərqdə ən qüdrətli dövlətlərdən birinə çevrildi. 1160-cı illərdə Eldəniz, baxın uşaqlar, Dərbəndi işğal etdi. Daha sonra Şirvanşahları özündən asılı hala saldı. Həmin vaxtda Şirvanşahlarda hökmdar 1-ci Axistan idi. Hansı ki, yadınızdadsa, Eldəniz Axistana hakimiyyətə gəlməkdə kömək etmişdi. Bunun əvəzində də Axistan Eldənizdən nə olmuşdu? Asılı hala düşmüşdü. Həmçinin İraq və İran ərazisində də bir sıra torpaqlar işğal etmişdi Eldəniz. Məsələn, Qəzvini, Farsı, Ərdəbili, Reyi, Mosulu, Diyarbəkiri və bir sıra əraziləri tutmuşdu. Və bununla da Eldənizlər dövlətinin sərhədləri, baxın, Dərbənddən ta Fars körfəzinə qədər, yəni İran körfəzinə qədər böyük bir əraziləri əhatə edirdi. Azərbaycanı da görürsünüz ki, birləşdirmişdi tam şəkildə özünə. Yaxşı, bax, bütün bunlar Eldənizin dövrüdür. Həmçinin Eldəniz dövləti möhkəmləndirmək üçün 2 dənə tədbir görmüşdü. Birincisi 50 minlik ordu yaratmışdı, süvari ordu, güclü ordu. İkincisi isə dövlətə tabe olmayan əmirləri, iri feodalları nə etmişdi? Hakimiyyətini məhdudlaşdırmışdı. Deməli, uşaqlar, Eldənizlərin dövründə də gürcülər dinc oturmurdu. Yenə də bizə qarşı işğalçılıq planları falan var idi. Hansı ki, 1139-cu ildə Gəncədə güclü bir zəlzələ baş verir. Bu zəlzələ zamanı da Gürcü çarı 1-ci Demeter bu zəlzələdən istifadə edir, gəlir Gəncəyə. Gəncədə əhalinin başı hamısı qarışıb zəlzələyə. Elə bu qarşılıqdan istifadə edən 1-ci Demeter, hansı ki, Şəddadilərin dövründə tikilən Gəncənin qoşa qala qapıları var idi ya. Baxın, o qala qapılarından birini qənimət kimi oğurlayır, aparır Gürcüstan. Deməli, 1-ci Demeter nə kimdir? Oğrudur. Oğru Demeterdir, yaxşı. Bir də yadda saxlayın ki, 1-ci Demeterə aid biz bir də nə keçmişdik? Hansı ki, 3-cü Mənçöhürlə dostluq əlaqələri var idi. Və 4-cü David öləndən sonra Demeter gəlir hakimiyyətə Gürcüstanda. O da ki, Şirvanşahlarla nə etmişdi? Dostluq əlaqəsi saxlamışdı. Bu hadisədən sonra 1160-cı illərin əvvəllərində, yəni təxmini 1161-ci ildə Gürcü çarı 3-cü Georgi Eldənizlər üzərinə hücum edərək Eldənizlərin tərkibində olan Dəbil və Anini işğal edir. Və bundan sonra təbii ki də Eldənizlərlə Gürcülər arasında ciddi şəkildə müharibə baş verir. Hansı ki 1163-cü ildə Naxçıvan döyüşü olur, 3-cü Georgi ilə Eldəniz arasında. Bu döyüşdə təbii ki də Eldənizlər qalib gəlir. Bir il sonra, yəni ki 1164-cü ildə Eldəniz Gürcüstana hücum edir. Gürcüstanın xəzinəsini yeyir, bütün xəzinəsini ələ keçirdir və bir ay sonra, elə 1164-cü ildə Dəbil şəhərin Eldənizini yeyir, Gürcülərdən azad edir. 1175-ci ildə isə Eldəniz öz oğlu Məhəmməd Cahan Pəhləvanı ordusu ilə birlikdə göndərir Gürcülərin üzərinə. Bu zaman isə Ani şəhəri Gürcülərdən azad edilir. Baxın, 1175-də hökmdar Eldənizdir. Sadəcə oğlu sərkərdədir. Məhəmməd Cahan Pəhləvan burada sərkərdədir. Onu göndərir ordusu ilə bir yerdə Ani şəhərini azad edir. Baxın, bu ardıcılığı hökman bilməlisiniz. Deməli, Ani və Dəbilin Gürcülər tərəfindən tutulması 1161, Dəbilin azad edilməsi 1164, Aninin azad edilməsi isə 1175-dədir. Bir də ki, biz burada 3-cü Georgiyə aid başqa nə bilirik? Burada bildik ki, bu 3-cü Georgi Eldənizlə mübarizə aparır, yəni Atabəylər dövləti ilə. Bir də yadınızdadsa, biz bu 3-cü Georgini Şirvanşahlar dövlətində görmüşdük. Hansı ki, Şirvanşah 1-ci Axistanla nə etmişdi? Dostluq əlaqələri olmuşdu. 1175-ci ildə Slavyanlar bizə hücum edərkən 3-cü Georgi nə etmişdi? Axistana yardım etmişdi. Yaxşı. Deməli, gəldi Məhəmməd Cahan Pəhləvanın dövrünə, hansı ki 1175-ci ildə Şəmsəddin Eldəniz hakimiyyətdən gedəndən sonra onun oğlu Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəlir. 1186-ya qədər hakimiyyət illəri əzbər. Deməli, Məhəmməd Cahan Pəhləvan ilk vaxtlar özü də atası kimi Atabəy olmuşdu. Hansı ki İraq Səlcuq sultanı 3-cü Toğrulun Atabəyi idi Məhəmməd Cahan Pəhləvan, yəni tərbiyəçisi idi. 1175-ci ildə isə dövlətə başçılıq etmişdi. Bundan başqa Məhəmməd Cahan Pəhləvanın dövründə dövlət daha da güclənmişdi. 1175-ci ildə
elə hakimiyyətə gələn ili paytaxtı Naxçıvandan köçürtmüşdü. Hara? Həmədan şəhərinə. Baxın, Həmədana da baxaq. Düz Xəzər dənizinin, baxın, aşağısındadır Həmədan, görürsünüz. Xəzər dənizinin düz aşağısında. Deməli, bundan başqa atası kimi, yəni Şəmsəddin Eldəniz kimi Məhəmməd Cahan Pəhləvan da 50 minlik nizami ordu yaratmışdı. Daha sonra tabe olmayan feodalları öz tərəfinə çəkmək üçün onlara iqta paylamışdı. Bu da bizə göstərir ki, Məhəmməd Cahan Pəhləvan da tabe olmayan əyanlarla, feodallarla nə etmişdi? Mübarizə aparmışdı Eldəniz kimi. Həmçinin yadınızdadsa biz demişdik ki, Rəvvadilər süquta uğrayandan sonra onların davamçıları Ağsunqurilər idi. Bunlar da Təbrizdə yaşayırdılar. Məhəmməd Cahan Pəhləvan Ağsunqurləri Təbrizdən qovaraq Təbrizi nə etmişdi? Ələ keçirmişdi. Həmçinin Məhəmməd Cahan Pəhləvan dövlətdəki vilayətləri öz oğlanları arasında bölüşdürmüşdü. Yəni hər vilayətin başına oğlanlarından birini qoymuşdu. Həmçinin Azərbaycanın idarəsi, yəni bütün Azərbaycanın baxın idarəsinin qardaşı Qızıl Arslana tapşırmışdı və onun da iqamətgahı olmuşdu Təbriz şəhəri. Bundan başqa Eldəniz kimi Məhəmməd Cahan Pəhləvan da İraq Səlcuq Sultanlığı üzərində öz hakimiyyətini etmişdi, daha da möhkəmləndirmişdi. Yəni müstəqil siyasət yeridirdi. Gürcülərlə mübarizəsi var idi, hansı ki Məhəmməd Cahan Pəhləvan Gürcüstana yürüşlər etmişdi. Bu da yenə Eldənizlə oxşar cəhətidir. İkisi də Gürcülərlə nə edib? Mübarizə aparıb. Daha sonra yenə atası kimi, yəni ki Eldəniz kimi öz adına pullar kəsdirmişdi Məhəmməd Cahan Pəhləvan da. Daha sonra öz adına xütbələr oxutdurmuşdu məscidlərdə, mədrəsələrdə. Bir sıra əraziləri, Mosulu, Hilatı, Farsı bu əraziləri nə etmişdi? Dövlətə birləşdirmişdi. Yəni dövləti daha da nə etmişdi? Gücləndirmişdi. Biz buradan gördük ki, Məhəmməd Cahan Pəhləvanla Şəmsəddin Eldənizin bir sıra oxşar cəhətləri oldu. İraq Səlcuq Sultanlığı üzərində hakimiyyəti möhkəmləndiriblər, öz adlarına pul kəsdiriblər, Gürcülərlə mübarizə aparıblar, tabe olmayan feodallara qarşı mübarizə aparıblar, bir də ordu islahatı keçirdiblər. Baxın, bunlar oxşar cəhətdir ikisinin də. Gəldiyi Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə gələn Qızıl Arslanın dövrünə. Qızıl Arslan 1186-1191-ci illərdə hakimiyyətdə olmuşdu. Eyni digər hökmdarlar kimi bu da feodallara qarşı mübarizə aparmışdı. Daha sonra Məhəmməd Cahan Pəhləvan kimi nə etmişdi? İqta torpaqları paylamışdı əhalini öz tərəfinə çəkmək üçün. Qızıl Arslanın dövründə Həmədan döyüşü olmuşdu. 1190-cı ildə kimlər arasındaydı? Qızıl Arslanın 3-cü Toğrul arasında, yəni İraq Səlcuq Sultanı 3-cü Toğrul arasındaydı. Hansı ki bu İraq Səlcuq Sultanı Eldənizlərin güclənməsini qısqanırdı. Ona görə daim nə edirdi İraq Səlcuq Sultanı? Eldənizlərlə mübarizədə idi. Bu döyüşdə təbii ki də Qızıl Arslan qalib gəldi. 3-cü Toğrul və onun oğlu məğlub oldu. Döyüşdən sonra bu qələbəsinə görə, yəni Həmədan döyüşündəki qələbəsinə görə 1191-ci ildə Qızıl Arslana sultan titulu verildi. Yəni biz burada görürük ki, Həmədan döyüşündə Qızıl Arslan sultan olmayıb. Döyüşdən sonra ona sultan titulu verilib. Yaxşı. Daha sonra Qızıl Arslan paytaxtı Həmədandan Təbriz şəhərinə köçürülmüşdü və biz burada görürük ki, Eldənizlərin 3 dənə paytaxtı oldu. Naxçıvan, Həmədan və sonuncusu da Təbriz idi. Vaxtı ikən Şəmsəddin Eldəniz 1160-cı ildə 1-ci Axıstanı, yəni ki Şirvanşahları Eldənizlərə tabe etmişdi. Lakin Qızıl Arslanın dövründə Şirvanşahlar Eldənizlərin tərkibindən çıxmağa cəhd göstərsələr də, Qızıl Arslan Şirvanşahları yenidən nə etdi? Eldənizlərin tərkibinə birləşdirdi. Və biz buradan görürük ki, Qızıl Arslanla Şəmsəddin Eldənizin oxşar cəhəti nədir? Şirvanşahları dövlətə birləşdirmələridir. Lakin 1191-ci ildə Qızıl Arslan sui-qəsd nəticəsində öldürülür. Biz buradan görürük ki, baxın uşaqlar, Qızıl Arslan 1-ci Məlikşah, hansı ki Böyük Səlcuq dövlətinin hökmdarı, bir də ki Məhəmməd Cahan Pəhləvan. Bu üçünün oxşarı iqta paylayıblar. Bir də paytaxt. Nə ediblər? Paytaxt götürdüblər üçü də. Yaxşı. Deməli, gəldik Əbubəkirin dövrünə. Əbubəkir 1191-dən 1210-a qədər hakimiyyətdə olmuşdu. Əbubəkirin dövründə artıq Eldənizlər dövləti tənəzzülə doğru gedirdi, zəifləməyə başlamışdı yavaş-yavaş. Hansı ki 1194-cü ildə qonşuluqda yerləşən, yəni Mərkəzi Asiyada yerləşən Xərəzmşahlar dövlətinin hökmdarı olan Təkəş Eldənizlər üzərinə yürüş edir və bu zaman Xorasanı, Reyi və Həmədanı Eldənizlərdən alır.
1197-ci ildə isə Həmədan döyüşü baş verir ikinci dəfə. Bu Həmədan döyüşü isə Əbubəkirlə Xərəzmşahlar arasında olur və Əbubəkir qalib gəlir. Əbubəkirin dövründə həmçinin Eldənizlər üzərinə gürcülər də nə etmişdi? Hücumlar etmişdilər. 1210-cu illərdə. Əbubəkirdən sonra hakimiyyətə Özbək gəlir 1210-dan dövlət süqut edənə qədər, yəni 1225-ə qədər. Atabəy Özbəyin dövründə dövlət daha da pisləşir, süqut daha da sürətlənir, dövlətin daxilində çəkişmələr baş verir, feodallar dövlətə tabe olmaq istəmir. Bu zaman gürcülər bir tərəfdən hücum edir Eldənizlər üzərinə, Monqollar bir tərəfdən hücum edir. Baxın, Eldənizlər Monqolların sadəcə birinci yürüşünü görüblər. Yəni Monqollar sadəcə birinci yürüşdə Eldənizlər üzərinə yürüş ediblər. Digər yürüşlərində artıq Eldənizlər dövləti süqut etmişdi çünki. Həmçində Xərəzmşah Cəlaləddinin də yürüşünə məruz qalıb. Atabəy Özbəy elə 1225-ci ildə Xərəzmşah Cəlaləddinin Təbrizi tutması nəticəsində Eldənizlər dövlətinin varlığına son qoyuldu. Deməli, biz burada görürük ki, uşaqlar həm, baxın, belə yazaq, həm 12-ci əsrdə, həm də ki, 13-cü əsrdə Xərəzmşahlar nə edib? Azərbaycana hücum edib. Baxın, bunu yazarsınız kitabımıza. 13-cü əsrlə 12-ci əsrin oxşar cəhəti Xərəzmşahların hücumuna məruz qalması da Azərbaycan və yaxud da ki, Eldənizlər dövləti. Bundan başqa, Xərəzmşahlar yadınıza salın, başqa hansı dövləti süquta uğratmışdı? Baxın, Qaraxaniləri. Baxın, 13-cü əsrdə Qaraxanilərlə Eldənizlərin oxşar cəhəti nədir? Xərəzmşahlar tərəfindən süquta uğradılmalardır. Yaxşı.